Verilişin sponsoru Pasta del Capitano, Avropanın ilk diş macunu. Bədən formasının gözəlliyi, həyat enerjisi, güc və eyni zamanda sağlamlıq anlayışları ilə üst-üstə düşür. Amma insan xəstələnəndə bu gözəllik öz gücünü itirir. Xəstələnəndə gözəllik saxlamaq və ya ümumiyyətlə xəstələnməməyin yollarını isə biz sizə göstərəcəyik. Xoş gördük. Xoş gördük. Bugünkü proqramda təbii doğuş qeysəriyə qarşı, uşaqlıq boynunun xərçənginin erkən diaqnostikası, qadınlar qida rasionuna diqqət, xalq təbabətində qadın xəstəlikləri. Mən də tamaşaçılarımız kimi tez-tez bəzən bir uşaq gözləyən bir xanımın gəlib, "Valla mən qərar verəmədim, doktor, görürsən keysəriyyə mi elətdirim, yoxsa normal doğuş mu elətdirim?" şəklində sözləri yəqin ki, çox eşitmişsiniz. Mənə də çox maraqlı gəlirdi ki, həqiqətən də insan normal doğuşa şansı ola-ola keysəriyyə əməliyyatına, yəni əməliyyatla doğuşa gedə bilərmi? Ümumiyyətlə, maraqlıdır. Həqiqətən nə üçün bu məsələdə seçim xanımın üzərinə düşür və bu nə dərəcədə doğrudur? Və bundan da savayı əslində təbii yolla dünyaya gələn uşaqlar və yaxud da əməliyyat yolu ilə uşaqlar haqda müxtəlif, belə deyək də, miflər danışılır, müxtəlif tədqiqatlar aparılır. Amma bütün bunlar nə dərəcədə doğrudur? Bizi həqiqətən bu məsələ maraqlandırır və əminəm ki, tamaşaçılarımız arasında da bu məsələyə maraq böyük olacaq və bunu düşünərək biz mövzumuzu məhz bu ətrafda bugün müzakirə edəcəyik. Qonağımızı dəvət etmək istəyirəm. Vital Doğum Evinin mütəxəssisi, həkim-ginekoloq Səltənət Məcidova bizimlə bərabərdir. Məcidova Səltənət 2002-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə fakültəsinə daxil olub. Tibb Universitetində oxuduğu illər ərzində özəl klinikalarda həkim-ginekoloqun köməkçisi kimi fəaliyyət göstərib. 2009-2010-cu illərdə Mərkəzi Klinik Xəstəxanasında onkologiya ixtisası üzrə internatura keçib. Hazırda Vital Klinikasının ginekoloq-onkoloqudur. Gəlmişsiniz. Halda bildiyim qədər hətta əməliyyatdan gəlib çıxmışsınız verilişimizə. Yəni əməliyyat bu gündəmdir. Yəni həqiqətən çox müşahidə edirik. Məhz bu yolla xanımlar evladlarını dünyaya gətirirlər. Amma nəyə görə çoxalır bu? Bu nə ilə bağlıdır? Bilmək olarmı? Hə, doğrudur. Həqiqətən də son zamanlar keysəriyyə əməliyyatlarının sayı artıbdır. Əvvəlkinə nisbətən daha çox alıbdır keysəriyyə kəsiyi. Məhz təcrübəyə əsaslanaraq demək istəyirəm ki, xanımların özlərinin istəyi artıbdır buna. Nəyə görə? Çünki xanımlar doğuşdan az informativdirlər. Doğuşun ağrılarından qorxurlar, doğuşun fəsadlarından qorxurlar. Daha az informasiya alırlar doğuş haqqında, düzgün olmayan məlumatlar olur. Belə deyə, adi bir şeyi götürək, biz televiziyaya baxırıq və kinolara baxırıq. Kinolara baxanda orada, məsələ doğuş səhnələri, çox qorxulu vəziyyətdə doğuş səhnəsini göstərəndə birinci ağrıdan başlayırlar, birinci qışqırıqdan başlayırlar. Amma keysəriyyə səhnələrini göstərəndə tam sakit, tam normal hər şey gedir və sonda da hər şey gülərüzlü ilə qurtarır, yəni normal hər şey qurtarır. Ona görə də daha çox xanımlarda psixoloji durum hazır olmur. Doğuşa psixoloji, fiziki cəhətdən hazır olmurlar xanımlar. Bir də mən bir səbəb söyləmək istəyərdim. Bəzən görürsən ki, hesablayırlar, deyirlər ki, xeyr, mən uşağımın 11 apreldə doğulmasını istəyirəm. Bunlar 11 aprelə əməliyyat yazdırırlar. Mən bunu da görmüşəm. Bəli, bəli, bu həm həkim üçün, həm də xanım üçün daha rahat üsul olur. Həm günə əvvəlcədən hesablayırlar. Həkim, belə deyək də, daha tez, əməliyyat daha tez olur, planlaşdırılmış şəkildə olur, amma doğumu planlaşdırmaq olmur. Yəni, doğum planlı şəkildə getmir. Ona görə həqiqətən də belədir. Günü əvvəlcədən təyin edirlər və keysəriyyə üstünlüyü verməyə başlayırlar. Amma səhət cəhətdən, sağlamlıq cəhətdən bu nə dərəcədə doğrudur? Amma səhət cəhətdən məhz keysəriyyəyə göstərişlər olmalıdır ki, qadın keysəriyyəyə getsin. Təbii doğuş, əlbəttə ki, bu təbiidir. Allah Taala tərəfindən yaradılmış, necə ki, nəfəs alırıq, necə ki, ürək döyünməmiz var, eləcə də doğum. Doğum təbii yolla, doğum bu təbii yolla da olmalıdır. Əgər göstəriş yoxdursa, əgər ananın dölün vəziyyətinə mənfi təsir eləyən amil olmayacaqsa doğuş zamanı, bu zaman keysəriyyəyə getməyə ehtiyac yoxdur. Daha doğrusu məsləhət görülmür heç. Necə ki, biz xanımlara məsləhət görürük, xanımlara, eləcə də yoldaşlarına hamiləliyi planlaşdırdıqda müayinədən keçsinlər. Hamiləlik zamanı hər hansı bir fəsadlarla üzləşməsinlər deyə məhz hamiləliyi öncədən planlaşdırsınlar. Hansısa mənfi təsir varsa, amil varsa, bunu öncədən
aradan götürsünlər. Eləcə də xanımlar doğuşa hazırlanmalıdırlar. Xanım hamiləlik zamanı mütləq həkim qəbulunda olmalıdır. Həkimin nəzarəti altında 9 ayı keçirməlidir və məhz həkim də doğuşun özəllikləri, əgər göstəriş yoxsa əlbəttə ki, bir də demək istəyirəm, özəllikləri haqqında məlumat verməlidir xəstəyə, müsbət cəhətləri haqqında, mənfi cəhətləri, yəni hər şeyi xəstəyə başa salmalıdır. Müqayisə etsək biz müsbət və mənfi cəhətləri, ümumiyyətlə təbii doğuşla müqayisə etsək əməliyyatı, nələri vurğulamaq olardı? Ümumiyyətlə keysəriyyə kəsiyini biz o zaman müqayisə edə bilərik ki, nə vaxt ki, həqiqətən də bizim qarşımıza seçim durur. Keysəriyyə eləyək, yoxsa təbii doğuşla bitsin bu. Yəni, əgər seçim durursa, hə, müqayisəyə ehtiyac varsa, yox, seçim yoxdursa və birbaşa keysəriyyə kəsiyi göstərişdirsə, ananın həyatında və yaxud da ki, uşağın həyatında nəsə bir fəsad gətirəcəksə, onda müqayisə etməyə heç ehtiyac yoxdur. Birbaşa keysəriyyə göstəriş olur. Mesela hansılar da o göstərişlər? Göstərişlər, bəli, birbaşa göstərişlər olur. Bunlar mütləq göstərişlər ola bilər və nisbi göstərişlər ola bilər. Mütləq göstəriş nədir? Bu zaman həm ananın, həm dölün, uşağın həyatı risk altında olur. Həm də fiziki cəhətdən doğum mümkün deyil. Bunlar hansılar ola bilər? Bunlar ola bilər müxtəlif törəmələr. Ola bilər uşaqlığın mioması, uşaqlığın törəməsi. Elə bir törəmə olar ki, məhz doğum yollarını tutsun və doğumun getməyinə imkan olmasın. Və yaxud da ki, yumurtalığın kistası ola bilər. Sümüyün özünün travma nəticəsində deformasiyası ola bilər. Sümüyün özünün şişləri ola bilər, törəmələri ola bilər ki, bunlar uşaqlığın mütləq göstəriş olsun, birbaşa göstəriş keysəriyyə kəsiyi. Anatomik dar çanaq ola bilər. Yəni, çanağın bütün ölçüləri normadan kiçik olur. Uşaq bilir ki, baş gəlişindən gəlir. Nəinki baş gəlişi olmasın, ümumiyyətlə, yəni doğum yollarından keçməyə imkanı olmasın. Çanağın ölçüsü xeyləm dar olsun, yəni balı kiçik olsun ölçüdən. Uşaqda da, o döldə də ola bilər hansı fəsadlar olsun. Uşaq baş gəlişinə indiyi gəlir, ola bilər uşaqda sarğı gəlişi olsun. Və yaxud da ki, ciftin vaxtından əvvəl ayrılması olsun. Ciftin vaxtından əvvəl ayrılması nədir? Birinci, anaya mənfi təsir ola bilər. Yəni, ana qanaxmadan həyatını itirə bilər hətta. İkinci tərəfdən də dölün özündə, biz bilirik, döl qan vasitəsilə qidalanır. Və əgər cift doğuşdan əvvəl ayrılarsa, bu zaman gipoksiya uşaqda, bətin daxili gipoksiya olacaq, yəni oksigen acılığı olacaqdır uşaqda və qidalanması pozulacaqdır, uşaq tələf ola bilər. Ona görə bu zaman təxirə salınmaz məhz keysəriyyə kəsiyi göstəriş ola bilər. Ola bilər nisbi göstərişlər olsun, əlbəttə keysəriyyə kəsiyinə. Bunlar hansılar ola bilər? Nisbi göstərişlər ola bilər, baş gəlişi olmasın, başda ənsə gəlişi olmalıdır. Ənsə gəlişi olmasın, alın gəlişi olsun. Bunlar nisbi göstərişlər ola bilər. Və yaxud da ki, 30 yaşından yaşı çox olan xanımdır və birinci dəfə doğuşa gəlir, bu zaman da nisbi göstəriş ola bilər. Ola bilər, ana ya qorxu deyəyimi, ya nəyəsə görə keysəriyyə əməliyyatına daha çox üstünlük vermiş olsun. Və yaxud da ki, süni mayalanmadan sonra adətən həkimlər də, ana da məhz özü keysəriyyə kəsiyinə daha çox üstünlük verirlər. Bu ciftin dolanması məsələsi var, yəni buna görə də ehtiyat eləyib. Ciftin dolanması məsələsi bu da nisbi göstərişlərə aiddir. Çünki doğum, yəni burada mümkündür. Sadəcə olaraq öncədən anaya məlumat verilir və qərar artıq belə deyək, individual olur. Ananın qərarından, valide qohumlarının qərarından asılı olaraq individual olaraq seçilir. Belə baxanda əslində həqiqətən keysəriyyə kəsiyi çox etibarlı görünür də. Praktik olaraq tüm proses 15 dəqiqə çəkir, yəni uşağın çıxmasına qədər olan şey. Praktik olaraq hər şey nəzarət altındadır. Yəni, məsələn, sizin götürək ki, normal kanaldan gəlişi çox nəzarət edə bilmirsiniz. Məsələn, boğazına dolanıb və ya alın gəlişidir dediyiniz kimi və ya sarğı gəlişidir. Amma keysəriyyə əməliyyatı vaxtı siz bunu tam kontrol edə bilirsiniz. Belə baxanda, nə üçün bütün doğuşları biz keysəriyyə vermirik? Yəni, demək ki, normal doğuşun da nəsə üstünlükləri var. Elə xanımlar da məhz bunları fikirləşib birbaşa keysəriyyəyə gedirlər. Yəni, bayaq dediyim kimi, tam məlumatsız olurlar bütün bunlardan. Bəli, 15 dəqiqə çəkir, tez çəkir, daha ağrısız olur, narkoz altında, bəli, narkoz altında olur. Sonrası ağrısızdır əslində. Yox, mən deməzdim belə. Çünki əməliyyatdan sonraki dövr, bu bir əməliyyatdır. Birinci növbədə onu fikirləşək ki, bu bir əməliyyatdır, bu təbii hal deyil. Ən azından əməliyyat yolu ilə artıq həyata keçirilir. Əməliyyatdan sonra hansı ki, əməliyyatdan sonra xanıma qulluq lazımdır, yaraya xüsusi qulluq lazımdır, zahıya xüsusi qulluq lazımdır. Yəni, xanım doğuşdan sonra xanım öz körpəsini götürə bilər. İlk gündən qidalana bilər, təbii qidalı uşaq.
xanım öz körpəsinə qulluq eləyə bilər, xanım özünə qulluq eləyə bilər, amma əməliyyatdan sonra bu mümkün deyil. Xanıma ən azından qulluq lazımdır, yaraya qulluq lazımdır, orqanizm gec bərpa olunur, doğuşdan sonra orqanizm əgər tez bərpa olunursa, uşaqlıq tez yığılırsa, keysəriyyədən sonra bu belə deyil. Keysəriyyədən sonra əksinə olaraq orqanizm gec bərpa olunur. Xüsusi qulluq yenə dediyim kimi öz körpəsini hətta qucağına götürə bilməz, çünki ağır götürə bilməz. Əməliyyatdan sonra da narahatçılıqlar ola bilər. Ona görə bütün bunları xanım nəzərə almalıdır. Yəni keysəriyyə əməliyyatından sonra bəzən süd görsən ki, alınmır. Nəyə görə? Çünki bax, orqanizm keysəriyyə əməliyyatı planlı çox vaxt olur. Yəni təxirə salınmaz keysəriyyə əməliyyatı daha azdır. Adətən planlaşdırılmış keysəriyyə əməliyyatı olur. Bu da doğuşun vaxtından əvvəl olur. Yəni əgər doğuş 39-40 həftədə baş verəcəkdirsə, keysəriyyə əməliyyatını salırlar 37-38 həftədə planlaşdırılmış şəkildə bu vaxta salırlar və orqanizm elə xanımda olan dəyişikliklər, psixoloji dəyişikliklər bu ilə əlaqədardır. Mərkəzi sinir sisteminə çatmır ki, artıq doğuş olubdur. Yəni tam hazırlıq olmur bədəndə. Nəsə yarımçıq qalmaq hissiyatı olur bədəndə. Hər şeyin öz vaxtı var. Bəli, hər şeyin öz vaxtı var. Bəli. Ona görə də nəyinsə çatışmamağını hiss eləyir orqanizm. Bunun elə nəticəsidir ki, süd gec ola bilər. Əvvəllər hətta döşə də bəzən heç olmur. Bəzən heç olmaya bilər, bəli. Çünki hormonal pozğunluq baş verir xanımda. Əvvəllər təbii qida ilə qidalandırmaya daha gec qoyulurdular. Düzdür, son zamanlar bu bir gün keçəndən sonra və yaxud da ki, həmin gün təbii qidalandırmadan istifadə edilir. Əvvəllər ümumiyyətlə 4 gündən, 5 gündən sonra təbii qidalandırmadan istifadə edirdilər. Uşaq üçün də bir çox mənfi cəhətləri var. Biz normal doğuşdan əgər danışdıqda, müqayisə elədikdə, təbii halda uşaq doğum yollarından keçir və doğum yollarından əgər gördüyümüz kimi elə burada doğum yollarından tələsmədən keçir, aramla keçir, adaptasiya, xarici mühitə adaptasiya olunaraq keçir. Bəli. Yəni özü müəyyən yerlərə çatdıqda dölün başı fırlanır. Yəni buna təbiət artıq belə yaradıbdır və özünün forması belədir. Çətini başı çıxana qədərdir sonra. Bəli, çanağın yuxarı hissəsi geniş olur, aşağı hissəsi dar olur. Ona görə çanaqdan keçdikdə, yuxarıdan rahat keçdikcə, aşağıdan keçdikdə dar hissədə özü çevrilir, yəni özü təbii yolundan çıxır və tədricən çıxır. Dediyim kimi, xarici mühitə adaptasiya olunaraq çıxır. Amma keysəriyyə kəsiyində əksinə birdən götürülür uşaq və ona görə də çox vaxt uşaqlarda mikrotravmalar olur. Beynində qansızmalar ola bilər olsun. Ola bilər hər hansı sinir sistemi ilə bağlı problemlər olsun. Yəni bu problemlərlə keysəriyyə kəsiyində nevroloji uşaq olur, kələdaxili təzyiq deyilir adətən. Kələdaxili təzyiqi daha çox olur. Başqa mənfi cəhətləri də var uşaqlara. Uşaqlarda ola bilər disbakterioza meyilliyi olsun. Çünki doğum yollarından keçmədiyi üçün bağırsaq steril olur. Yəni tam təmiz olur. Ona görə hər hansı bir xaricdən olan mikrob bədənə düşdükdə mütləq disbakterioza səbəb olacaqdır. Belə uşaqlar daha süssü olurlar, daha çox ağlayan olurlar. Yəni gecələr eşidirik, fikir versək də özümüzə görəcəyik ki, keysəriyyə ilə olan uşaqlar daha çox ağlayan olurlar, daha çox nevroloji olurlar. Bəli, daha çox nevroloji olurlar. Yenə də onun üstünə gəlib çıxırıq ki, hər şey vaxtında olmalıdır, hər şey təbii olmalıdır. Doktor, amma bu təbiiliyə də hazırlanmaq lazımdır bədəndə, deyil mi? Ümumiyyətlə, orqanizmi hazırlanmaq lazımdır. Hamiləlik müddətində müəyyən nələrəsə riayət etmək təbii doğuşu asanlaşdıra bilər, deyil mi? Mütləqdir, mütləqdir. Mən bayaq dedim, yenə də deyirəm ki, qadın 9 ay ərzində həkim nəzarəti altında olmalıdır. Müəyyən müayinələr var ki, laborator müayinələrdir, ultrasəs müayinələrdir, bunlardan mütləq keçməlidir. Nəyə görə? Bir səbəbini elə onu deyim ki, ultrasəs müayinəsinə keçdikdə hər hansı bir gələcəkdə keysəriyyə kəsiyinə göstəriş olan bir səbəb aşkarlana bilər və əgər mümkündürsə bu aradan qaldırıla bilər. Yəni həkim nəzarət altında müəyyən prosedurlar nəticəsində müəyyən gimnastika, hamilələr üçün müəyyən gimnastikalar var ki, onları verməklə, yəni ola bilər uşaq köndələn olsun, boylama olmasın, uşaq adətən boylama olur gəlir. Ola bilər köndələn olsun, müəyyən gimnastika hərəkətləri verməklə uşağın vəziyyətini düzəltmək olar. Yəni hər hansı bir fəsadlar aradan götürülə bilər bu müayinədən keçməklə. Əgər müayinədən keçmirsə, həkim nəzarəti altında olmursa, artıq doğuş vaxtı çatanda bu bizim üçün gözlənilməz olur. Yəni xanımın özü üçün də stres ola bilər, bizim həkim üçün də stres ola bilər, gözlənilməz hal olur. Bəlkə də elə o zaman müəyyən travmalar doğuş vaxtı, yəni təbii doğuş vaxtı olur və ona görə də bu da ehtiyatlanmaq üçün bir səbəbdir bəzi xanımlarda ki, bu baş verməsin deyə, yəni əməliyyata üst tuturlar. Bəli, biz əməliyyatın üstünlüklərindən, mənfi cəhətlərindən, travmalarından danışırıq. Əlbəttə, doğuş zamanında travmalar olur. Əgər həkim
düzgün nəzarət eləmirsə, belə deyək, həkim səbirlə gözləmirsə doğuşun gedişini, doğuşa xaricdən müdaxilə edirsə, hər hansı dərman vasitələrindən deyim, tələsirsə dərman vasitələrindən tezləşdirmək məsələ, uşağı qovmaq məqsədi ilə nədənsə istifadə edirsə, əlbəttə bu zamanda uşaq travma ala bilər. Doğuş zamanında travmalar az olmur, amma burada artıq belə deyək, həkimin daha çox təcrübəsindən asılıdır. Bəli, peşəkarlığından daha çox asılıdır bu həkimin artıq. Biz də təşəkkürümüzü bildirmək istəyirik. Bəlkə xanımlara, yəni sözünüz var, özəlliklə ana olmağa hazırlaşan xanımlara. Hər halda bütün bu söhbətlər sizi qorxutmasın. Mütləq qorxuzmasın və bunların qarşısını almaq mümkündür. Bunların qarşısını biz ala bilərik. Bunun üçün də məhz əvvəlcədən planlaşdırmaq lazımdır hamiləliyi. Hamiləlikdən öncə həm xanım, həm yoldaşı mütləq müayinələrdən keçməyi məsləhət görərdim. Hamiləlik zamanı nəzarət altında olmağı məsləhət görərdim. Doğuşda, hamiləlikdən öncə əgər xanımın, hamiləliklə yox, digər bir səbəbdən hər hansı bir iltihabi proses, adi kariyez varsa dişlərdə, boğaz əti, tonzilit varsa əgər, bütün bu iltihabi prosesləri aradan qalxızmaq lazımdır. Hamiləlik zamanı xüsusilə qidalanmaya fikir vermək lazımdır. Geyim tərzinə fikir vermək lazımdır ki, məhz təbii doğuşa üstünlük vermək lazımdır. Bunun üçün hazırlaşmaq lazımdır. Azərbaycanda artıq xüsusi kurslar vardır ki, analar məktəbi kursları vardır. Məsləhət görərdim xanımlara bu kurslardan istifadə etməyi. Orada xüsusi doğuşa hazırlıq üçün, doğum əzəlilərinin inkişafı üçün, doğuşda ağrıların minimuma çatdırılması üçün. Ataları da hazırlayırlar mı kurslarda? Atalar bunun pulunu qazanmaqla məşğuldur. Doğuşda cırıqların olmaması üçün, qadınlar ən çox nədən qorxurlar? Cırıqların olmasından qorxurlar, tikişlərin olmasından. Bunların olmaması üçün qadınlara xüsusi dərslər keçirilməlidir. Xüsusi doğuş zamanı tənəffüs qaydalarıdır, sancılar arası müddətdə nə etməlidirlər, necə düzgün istirahət etməlidirlər, hamiləlik vaxtı hansı filmlərə hətta belə baxmaq olmaz, stres yaşadan filmlərdən uzaq olmalıdırlar. Bütün bunlar xanımları mütləq başa salmalıdırlar ki, sonda təbii doğuşla hamiləlik nəticələnsin. Minnətdarıq sizə, təşəkkürümüzü bildirmək istəyirik. Xatırlatmaq istəyirəm ki, qonağımız Vital Doğum Evinin həkim-ginekoloqu Səltənət Məcidova idi. Bənzərsiz təbəssümə sahib olmaq istəyən tamaşaçılarımıza müraciət etmək istəyirəm. Əslində bunun üçün təbii ki, əsas sizin üzərinizə düşür. Yəni zamanında düzgün dişlərə qulluq eləmək lazımdır. Mütəmadi olaraq sadəcə stomatoloqa getmək və orada baş verən prosesləri nəzarət altında saxlamaq lazımdır. Amma həqiqətən ev şəraitində, yəni bəyaz dişlər, gözəl dişlər əldə etmək istəyirsinizsə, o zaman yeni nəsil ağardıcı olan ağardıcı sistem Pasta del Capitano Oxactivə müraciət edə bilərsiniz. Mən bu sistemin özəlliyi haqqında danışmaq istəyirəm. Bu Cicarelli'dən olan yeni effektiv müalicə üsuludur və 14 gündən sonra diş minasını zədələmədən dişləri ağartmağa qadirdir. Tez-tez taninlə zəngin qidalardan, məsələn, qəhvə, çay, qırmızı şərab içən insanlar, hətta siqaret çəkənlərdə də müəyyən ləkələr olur dişlərdə. Bax, bu ləkələri siz məhz bu vasitə ilə, ağardıcı vasitə ilə yox edə bilərsiniz. Pasta del Capitano ağardıcı sistem həmçinin diş protezini və süni dişləri də ağartmağa qadirdir. Aktiv ağardıcı sistem tərkibində patentləşdirilmiş yeni və yeganə molekula olan Euroka sayəsində çox effektiv olur. Bu molekula özündən aktiv oksigen buraxır və diş ləkələrinə birbaşa təsir göstərərək artıq ləkələri qısa bir zamanda yox edir. İtaliyanın məşhur aparıcı akademik müəssisələrində və klinikalarında aparılmış kliniki tədqiqatlar nəticəsində 14 gündən sonra sistemin güclü təsiri gözəl nəticələr vermişdi və bu test müxtəlif növ ləkələr üzərində aparılıb.